Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə Telegram vasitəsilə Temu 1106 adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur. Bu barədə APA Economicsə elektron təhlükəsizlik xidmətindən bildirilib. Qeyd edilib ki, Temu iş təklifi adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır. Dələduzlar vətəndaşlara ev şəraitində onlayn qazanc, asan iş, sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir kimi saxta və cəlbedici təkliflər göndərir. Daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər. Elektron təhlükəsizlik xidməti vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər şəxsi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.